3 dekabr üçün bürclərin ən düz və qısa proqnozunu təqdim edirəm. Qoç, bugün iş və maliyyə məsələlərində diqqətli olun. Yeni fürsətlər açıq olacaq. Boğa, şəxsi münasibətlərdə sakitlik var. Yaxınlarla ünsiyyət müsbət keçəcək. Əkizlər, yaradıcılığınızı işinizdə və ya hobbilərdə istifadə edin. Uğurlu nəticələr əldə edə bilərsiniz. Xərçəng, sağlamlıq və enerji səviyyənizə fikir verin. Kiçik dəyişikliklər böyük fayda verəcək. Şir, karyera və sosial sahədə uğurlar sizi gözləyir. Önəmli addımlar atmaq üçün yaxşı gündür. Qız, məişət və ev işlərində balansı qoruyun. Stressdən uzaq durmaq faydalıdır. Tərəzi, yeni tanışlıqlar və ünsiyyət üçün əlverişli gündür. İnsanlar sizi dinləməyə hazırdır. Əqrəb, maliyyə məsələlərində ehtiyatlı olun. Ani xərclərdən çəkinin. Ox atan, səyahət və ya öyrənmə ilə bağlı yeni imkanlar açıla bilər. Fürsətləri qaçırmayın. Oğlaq, hədəflərinizə doğru sakit və planlı addımlar atmaq daha faydalı olacaq. Dolça, dostlar və yaxın çevrə ilə ünsiyyətdə diqqətli olun. Anlaşılmazlıqlardan uzaq durun. Balıq, yaradıcı fəaliyyətlər və şəxsi inkişaf üçün mükəmməl gündür. İdeyalarınızı paylaşın.